la, bugün benim ad günümdür. Happy birthday to me. Happy birthday to me. Happy birthday, happy birthday, happy birthday to me. Günü keçirmirik, amma mən oğlumam həmişə bir uzun ömür boyu belə xoşbəxt bir yerdə olaq. Tortu götürmüşəm Ponçadan, Praga tortu gəlib dadını bilmirəm. Öz pulumu almışam hədiyyə. Sonra nerede? Gedim görüm pizza, Papa John's'da deyirlər ki, ad günü olanda neçə yaşın olursa bir o qədər faiz sənə endirim edirlər. Salam. Yaşayasınız, necəsiz? Hə, endirim edirlər. Görək mənə 51% eləyəcəklər mi endirim? Var mı bu kampanya? Bir də ki, kebab zakaz verəcəm. 1 kilo oradan çıxanda zakaz verim, gedim götürüm. Belə. Hə, bir də mama salat edeyim. Mamamın əllərinə sağ ol, ömrün uzun eləsin. Mən də mamamın 8 mart padarkasıyam da. 8 mart hədiyyəsiyəm, ömürlük. Mən 7-si də olmuşam. Mamamın da 8 mart hədiyyəsi. Mamamın elə bilin ki, 18 sentyabrda da ad günü. Səlim də doğulub 23 sentyabr. Mən bir gün tez olan padarkayam. Səlim də ki 5 gün gec olan padarka. Biz anamın ömürlük hədiyyəsiyik. Gəldim sevimli Lakmeyemə. Baxın, yara var, yaraların növləri var. Yaralar yanılmıramsa 35 manatda tam marjinaldır. Təzə ətirlər gəlib. Baxın, o neydi adı? Zimaya. Hə, Zimayanın çerisini aldım. Tom Ford'un çerisine oxşayır. Çəhrayı olan yaraya oxşayır. 32 manatdır. Yaralar 35'dir. Və burada olanlar təzə gələndir. Gəlin alın. Mənim sevimli Lakmeyemə. Qəşəng. Lakmeyemin hələ bir dənə də əkiz tayı var. O yanda Nazirindir. Əzizlərim, deməli çıxdım Lakmeyədən. Zimayanı alırdım. Çeri olan Tom Ford'un oxşarını. Dedilər ki, bilmədim yaranı götürüm. Onu yara olmuşdu. Mən də istəyirdim təkrar alın. Onu təkrar gələn ay alacağım. Xanım dedi ki, Zimayanın qalıcılığı yaradan da çoxdur. Yara 35 manat olmağına baxmayın, tam arjinaldır. Zimaya da tam arjinaldır. Və sağ olsun, müdürlə danışırdım oradan buradan. Müdürün xətrini çox istəyirəm, qardaşım olsun. Nəsə dedim ki, bu gün ad günümdür. Bir də onda ödəniş eləmə. Mən sənə ona hədiyyə verirəm, Rəhimə xanım sağ olsun. Elə, gedim pizzamı falan alım. Günümün ikinci hədiyyəsidir bu. Birinci hədiyyəmi bir neçə gün əvvəl xalalarım göndərdi. Kartma pul atmışlar. Bunu da sağ olsun Həmid müəllim, Lakme inşaatçılar hədiyyə elədi. Siz də gəlin alın. Mən öz puluma həmişə alıram çoxluq. Bu dəfə hədiyyə elədi, sağ olsun. Mən Lakme inşaatçılar o qədər çox istəyirəm ki və müdürün də xətrini çox istəyirəm. O qədər xətrilərini çox istəyirəm ki, mən həmişə özüm də alanda onların adını reklam kimi taq edirəm. Adətən taq eləmirəm, amma çox istədiyim, özüm kimi, ailəm kimi saydığım insanlardır. Onlar da mənə ailəsi saydılar, götürdülər, qəşəng hədiyyə verirlər, sağ olsunlar. Çıxdıq Papa John'sa. Görək, nə var, nə yox, həqiqətən mi, varmı? Bir dənə Super Papa 23 manatlıq böyük götürdüm. Bir dənə də Papa Mix 20 götürdüm. Elədi 43 manat. O da ki, nə qədər elədi yadımda deyil, 51%-ni çıxdılar. Pasportu verdim. Çıxdılar. Yaşım qədər faiz çıxdılar. Zulümlə gəldim, çıxdım. Kebabın dalınca bir Allah bilir. Hələ gedim görüm pişirib. Biraz hərdən olur. Sakaz versən yadlarından çıxır. Hə. Ayda 77 gəldim. Minirdim basa-basa, bir kişi dedi ki, xanım arxadan biri gəlib gözlə minir. Hə, ona mindim. Millət də ki, ölür bizim millət qabaqda durmaq. UNESCO təsdiq eləyəcək. Mindiyin yerdə Mıxməmmət kimi dayanmaq. Qapının yanında Mıxməmmət kimi dayanmaq. İnsanlara yol verməmək qədim Azərbaycan xalq adətindən nəsil. İndi düşəndə görürəm ki, arxadan biri də gəlirdi. Ada 7-23 mart tarixlərində Hindistan günləri var. Nizami kinoteatrında kim istəsə gedə bilər. Biz də vaxt tapsaq gedəcəyik Səlimlə inşallah. Yasamam olmaz böyle. Təndirdən kebab götürəcəm. Xəmirçiyə də gedib çörək verəcəm. Alacağım. Buranın çörəyi də dadlı olur. Bizim tərəfdə dadsaydılar, süper olardı. Mən gəldim. Deməli, Lakmedən alacaqdım, amma hədiyyə verdilər, sağ olsunlar. Belə bir Zimaya firmasının Zuhruf de Parfum Cherry. Tom Ford'un Los Cherry'sinin ətrini verir. Bunun çəhrayı rəngi də bayaq göstərdiyim kimi yaranın ətrinə oxşayır. Gələn ayda yara alacağım. Yaram bitib, amma yaranı mən sevirəm də. İstəyirdim yara alım. Qız dedi ki, istəyirsiniz fərqli olsun. Həm də bunun daha çox qalıcılığı var. Və Olivia'da endirim idi. Bunu tərifləyirlər 2XL. Super объем, effekt nakladlıq resnic, super həcm və qoyma kiprik effektidir.
Hello əzizlərim, bu günləri Lakmeyə getmişdim və oradan ətir almaq istəyirdim. Ətir seçdim, bilmirdim yarın seçim və yaxud indi göstərəcəyim ətiri. Orada xanım dedi ki, bu daha yaxşıdır. Və sağ olsun Lakmenin müdürü, həmçinin də Nəzrinin Kosmetiksin müdürü, onlar filiallarda yaxınlıqda yerləşən. Dedi ki, həmin müəllim sağ olsun. Nəsə söz əsnasında dedim ki, biz mənim ad günümdür. Dedi, onda ödəniş eləmə hədiyyədir. Sağ olsun. Həmin müəllimə təşəkkür edirəm. Lakmenin bütün əməkdaşlarına da təşəkkür edirəm. Mən öz puluma da həmişə alıram. Adlarını taq edirəm. Mən onları sevdiyim üçün. Səs salma aşkım. Unpacking'də də Zimaya Zuhruf Cherry. İndi bunu açırıq sizinlə. Hardan açırlar, bilmirəm. Mən bunu dünən görmüşdüm. Qiyməti 32 manatdır. Orijinal yaranda qiyməti 35 manatdır. Bəzi səhifələr deyir ki, o qiymətlər isə orijinal deyil. Xeyr, orijinaldır. Belə, bunu qoyaq buram. Görün, nə qəşəng qablaşdırılması var. Bunu hardan açırlar? Başına dönün. Hə, deməli, baxın, belə. Hədiyyəlik çox gözəldir. Bəylər öz xanımlarınızı büdcənizə uyğun, amma çox gözəl, lüks, baxın, lüks qablaşdırma kimi sevindirə bilərsiniz. Tək bayramlarda yox, belə də. Bu arada belə gözəl qablaşdırılmalarda bəylər üçün də olur. Xanımlarda siz bəylərinizi adi günlərdə belə sevindirə bilərsiniz. Elə gələk bayram olan. Görün, necə qəşəng qızıl işləmələrlə. Hələ qutusunu başqa cür istifadə edə bilərsiniz. Beləcə saxlaya da bilərsiniz. Tom Ford Lost Cherry. Birə-biri. Tom Ford'un Lost Cherry'si. Mən bu ətri, bu qoxunu, bu notları sevirəm. Vişnya, yəni albalı. Hardasa şirini. Kompot iyi vermir. Vişnya kompotunun iyini vermir albalı kompotunun. Lost Cherry'ni bilənlər bilir. Mindal. Badam. Super. Yəni ki, birə-biridir. Orijinal Zuhruf de parfümdür. Zimaya brandinindir. Baxın. Zimaya brandinindir. Belə açılır. Qoyursunuz içinə, rahatça saxlayırsınız. Mən sadəcə hətta trümonun da üstünə, mən səlimə görə trümonun üstünə qoya bilmirəm. Belə. Çox sağ olsun. Təşəkkür edirəm Lakme mağazasına. Mənim sevimli mağazamdır. Mən həmişə oradan alış-veriş eləm. İndi Nazrin də açılıb, Nazrindən də edirəm. Həmid müəllimə də çox böyük dərin təşəkkürümü bildirirəm hədiyyə etdiyi üçün. Həqiqətən pulumu verib alırdım. Bildi ki, ad günümdə hədiyyə etdi. Təşəkkür edirəm. Var olun. Əzizlərim, paylaşdım ayrıca Unpacking Duhinin ətirin. TikTok'da da paylaşdım, Instagram Story'də da paylaşdım, YouTube'da da. Rebusa getmişdim, elə 2 dənə Agatha Christie'nin. Mən oradan kitabsız çıxmıram. Agatha Christie'nin istəyirsə gətirin. 2 kitabı bir yerdə 9 manat 20 qəpik. Sən endirimdə elədilər, eləmədilər, bilmədim. Aldım və 2 manata belə, biri 20 qəpikdən olan salfetkalarda salfetlərim bitmişdi. Kitabın birinin adı Fergus Holm'dur. Estağfurullah. Biri Agatha Christie'nin kitabıdır. Biri də Fergus Hume'un. Fergus Hume'un Tayna Çornova Kebadır. Mən bu yazıcını tanımıram. Agatha Christie'nin də Villa Bellicoin'dur. Oxuyub deyəcəm sizə nədəndir. Agatha Christie bildiyiniz kimi dedektivdir. Bu da bilinmir nədir. Açılsa biləcəm nədir, vallahi də, billahi də. Bu Agatha Christie'nin Silivrini kolleksiyasındandır. Bu da dedektivdir. Kəb elə bilin ki, belə faytonla olur, bax ona deyirlər kəb. Nəysə, maraqlı bir şey oxşuyur. Oxuyub reviewlarımı verərəm. Hələ əlimdə Stephen King'in Parıltı kitabıdır. Sadəcə ştativ kimi kitabın arxasına qoymuşam. Telefonun arxasına qoymuşam, götürsəm, telefon dəngəliyib gedir. Belə, burada aldıqlarım bu qədər hələk.